Hamıya salam dostlar, hər vaxtınız xeyir olsun. Belə bir sual verilib. Bu suallar Kenken, Kalkudo və yaxud da Kalkudoko adlanır. Yəni adlandırmanın heç bir önəmi yoxdur. Əsas bu sualı həll etmək üçün nələrə diqqət etmək lazımdır, onlara baxaq. Deməli, verilən rəqəmlər, yəni burada 1, 2, 3, 4, 5 rəqəmləri cədvələ elə yerləşdirilməlidir ki, sətir, sütun təkrar olmasın. Yəni Sudoku qaydası. Sətir, bir də sütunlar üzrə təkrar olmaz. Bir də əlavə nə qayda var? Burada rəqəmləri belə niyə veriblər? Bunlar məsələn, birinə baxaq, məsələn, 2 burada nisbət işarəsi, bölmə işarəsi. Yəni mən bu bloka qara xana ilə baxın, bu bloka 2 dənə ədəd yazmalıyam, rəqəm. Bu yazdığım ədədlər nisbəti 2 olmalıdır. Fərqi yoxdur. İstəyirsiniz bura 1 yazın, bura 2 yazın. Yəni 2-ni 1-ə böləndə 2 eləyir. Və yaxud da yerlərini dəyişə bilərsiniz. Və yaxud da bura 4 yaz, bura 2 yaz, 4-ü 2-yə böləndə 2 eləyir. Bu formada. Məsələn, bura 5 vurma yazıblar. Yəni hasili 5 eləyən ədədlər bura 2 dənə yerləşməlidir. Məsələn, 5 ilə 1 və yaxud da 1 ilə 5. Fərqi yoxdur. Yəni elə ədədlər var ki, yalnız 2 dənədir, amma bölmə 2-də məsələn çox oldu da. Məsələn, fərqi 1 olan baxın bura 1 çıxma var. Fərqi 1 olan məsəl üçün 3 ilə 2 yaza bilərsən. Fərqi 1 olan 2 ilə 1 yaza bilərsən. Fərqi 1 olan 5 ilə 4 yaza bilərsən. Bunların yer dəyişməsi də var. Gördünüz, çoxdur. Yəni oradan başlamaq olmaz. İndi baxaq görək bu suala hardan başlaya bilər. Yəni əslində baxan kimi 2 ilə 5 gedər variantlardan. Niyə? Çünki burada vurulma 10 var. Mənim suala yanaşmam buradan başladı. Suala yanaşmam. Baxın, elə oradan başlayaq. Bax, biz bilirik ki, burada 10 vurulma var. Yəni, mən bura 2 dənə xana yazdığım ədədlərin hasili 10 eləməlidir. O da nədir? Ancaq 2 ilə 5. Yəni, mənim əlimdə çünki 1-dən 5-ə qədər ədədlər var. 2 ilə 5. Yəni, mən hələ nəzərimdə saxlayıram ki, bura 2 ilə 5 yazacam. Hələ ki, yazmıram hansını ara yazacam. Amma bilirəm ki, 2 ilə 5 bura yazılmalıdır. Başqa, mən bilirəm ki, vurulma 5, 5 ilə 1 də ancaq. Burada 5 ilə 1 yazmalıyam. Buraya isə 5 ilə 2 yazmalıyam. Onda belə çıxır ki, mən bu xanaya, bax bu xanaya, onsuz da ikisindən birinə 5 yazmalıyam da. Yəni, mən bura 5 yaza bilmərəm. Yəni, baxın. Yəni, bu xanaya, məsəl üçün, mən bura 5, bura 2 yazanda və yaxud da ki, bura 2, bura 5 yazanda, onsuz da mən bu iki dənə xananın birinə 5 yazacam. Deməli, mən buraya nə yaza bilmərəm? 5 yaza bilmərəm. Aha. Sonra biz dedik ki, burada 5 vur 1 yaza bilərəm bunu. Ona görə bura məcbur 1, bura 5 yazmalıyam. Bu belə yazdıq. Sonra gedirəm hara? Baxın, burada 9 var. Cəmi 9 olan hansıdır? Yeganə cəmi 9 olan bizim ədədlərdən 4-dən 5-dir. 4-dən 5-i axı mən bura 5, bura 4 yazsam, axı burada bir dənə 5 qaldı bu sətirdə. Ona görə məcbur 4, sonra 5 yazmalıyam. Artıq qayıdıram bu 10 vurmaya. Deyir ki, 10 vurma 2 ilə 5 idi. Axı mən bura 5 yazsam, bu sətirdə 2 dənə 5 oldu. Ona görə 2, 5 yazacam. 2, sonra 5 yazacam. Artıq demək olar həll oldu sual. Yəni cədvələ əslində doldurmaya ehtiyac yoxdur. 1-2 dənə dolduraram, amma əslində doldurmaya ehtiyac yoxdur. Baxın, bu sütuna baxsaz, 1, 2, baxın bu sütuna. 1, 2, 5 var. Nə yoxdur? 3 ilə 4. Fikir verin. Mən əgər bura sualın yerinə 3 yazsam, o necə ola bilər? Nisbəti 2 olan 3 bizdə yoxdur axı. 6 olsaydı ola bilərdi. 6 bölü 2. Yəni burada məsələn bu boş xanaya mən nə yazım ki, bir-birinə böləndə, 3 ilə bir-birinə böləndə 2 eləsin cavabımız. Yoxdur elə bir şey. Ona görə 3 oraya yaza bilməzsən. Məcbur sualın yerinə 4 yazmalısan, 3 də təbii ki, bura düşəcək. Yəni əslində sual həll oldu. Cavab 4 olmalıdır. Əslində sual həll oldu. Yəni uzatmaya ehtiyac yoxdur əslində imtahandasansa. Amma gəlin baxaq. Gəlin baxaq necə də olacaq. 3 4 3 yerləşdi. 4 yazandan sonra elə oradan başlayaq. Bax, nisbəti 2 olan əgər bir ədədimiz 4-dürsə, onu məcbur ya 8 bölü 4 olar, 8 yoxdur axı. Ona görə məcbur 2 yazmalısan. Yəni 4 bölü 2 2 eləyəcək. Bura yazdıq. Sonra isə hardan baxaq? Sonra isə baxın bu birinci sətrə baxaq. Burada mənim əlimdə 2 ilə 3 çatışmır. Bax 1 ilə 4, 1, 4, 5 var, 3 ilə 2 yoxdur. Mən bura 3 yazsam, yaza bilmərəm bayaqki söhbətə görə, bu söhbətə görə. Çünki bura 3 yazsam nisbəti 2 olan 3 ilə başqa bir şey ədəd yoxdur. Ona görə məcbur bura 2 yazmalıyam. Məcbur burada 1 yazmalıyam. Çünki 2 bölü 1 2 eləyər. 3 də hara düşəcək? Bura düşəcək. İndi fərqi 2 olan 5 çıx 3 ola bilərdi. Bura 5 yazsam, baxın 5 ilə 3 yaza bilərəm də 5 çıx 3 2 eləyir. Amma o 2 ilə 5 olacaq burada. Ona görə məcbur 3 ilə 1-i götürəcəm. 3 ilə daha doğrusu 2-ni götürəcəm. O da olmayacaq. Hə, 3 ilə 2 də olmayacaq. Burada 2 var. Ona görə 3 ilə 4-ü götürəcəm məcbur. Çünki 4 çıx 3 də bir dəqiqə. Bir dəqiqə. Burada nəsə səhvlik oldu elə bil ki. 3 fərqi 2 olan. Fərqi 2 olan.
Bir dəqiqə. Hansı yerində səhv oldu burada? Cavab tapılıb o heç. Sadəcə fərqi 2-dir də o. Bura 2, bura 3. Ha, bura 1 olar da. Bura 1 olar. Ha, bu 1-i səhv yazmışdım, hə. Bura 4-də yaza bilərəm bax. Bu 4 olacaq onda. Düzdür. Bura 1 yazandan sonra onu tapmaq lazımdır. 3 çıx 1 2 eləyir. 4 bölü 2. Burada da 4 bölü 2. Hə, düzəldi. Hansı rəqəm çatışmır bu ikinci sətirdə? 3 çatışmır. 3 yazdıq bura. Fərqi 2 olan bir dəqiqə. Gəlin belə eləyək. Bax bura baxaq. Məsələn, vurma 3 nədir? Ancaq hasili 3 olan 1 ilə 3-dür də. Yəni 1 ilə 3-ü onsuz da buraya yazmalıydım da mən. 1 ilə 3 yazandan sonra nə çatışmır? 5 düşəcək bura. Hə, indi gəlin bura baxın. 5 3 varsa 8 eləyir. Nə çatışmır? 4. Cəmi 12 eləməlidir. Burada yazılır 12 plus. Ona görə burada 4 yazacağam. 4 yazandan sonra bu sütuna baxsan ikinci sütuna. 5 3 2 4 var. Nə çatışmır? 1. Buraya 1 yazandan sonra artıq hasili 3 olanın birini aşağı yazacağam. 3 isə buraya yazacağam. İndi bura baxın 3 1 5 varsa 4 ilə 2 yoxdur. 4 baxın burada yuxarıda olduğu üçün mən bura 4 yaza bilmərəm məsəl üçün. 4-ü bura yazıram, 2-ni bura yazıram. Bura məcbur 3 yazıram çünki cəmi 5 olan 2 ilə 3-dür. Bura məcbur 1 düşdü, bura 2 düşdü və bir dənə ədəd qaldı, o da 5-dir. Həqiqətən də 5-dən 4 çıxanda 1 eləyir. Yəni cədvəl doldu. Cədvəl doldu o heç. Amma cədvəli yenə deyirəm, doldurmaya ehtiyac yoxdur. Biz burada baxın, bunları geriyə atsam, bunları silsəm, artıq biz buradan baxın bu etapdan idi da deyəsən. Hə, bax buradan. Bax buradan artıq cavab çıxırdı. Yəni bura mən 3 yaza bilməzdim. Çünki nisbəti 2 olan 3-ünə yaza bilmərəm. Deməli sualın yerinə nə olmalıdır? Sualın yerinə 4 olmalıdır. Bax buradan çıxırdı cavab. Cavab D variantı 4.